Birinci sualda yazılıb ki, ayın ədədi silsiləsində A1 3-dür, A7 -9 olarsa, silsilənin -29-a bərabər olan həddin nömrəsini tapın. Bizim düsturumuz n bərabərdir. A n çıxılsın A1 böl D üzərinə gəlsin 1-dir. Biz buradan ayınımız var, -29, A1 var, D yoxdur. D-ni tapmaq üçün D-nin düsturu var. Deməli, A7-dən çıxıram A1-i bölürəm 7 minus 1-ə. Burada hesablamaq üçün deməli A7-nin qiyməti var. A7-nin qiyməti -9, A1-in qiyməti 3 bölünsün 7-dən 1 çıxanda 6. -9-dan 3 çıxanda eləyir -12, 6-ya böl -2. D-nin qiyməti oldu -2. Gətirib yazsam yerinə A-nin qiyməti var, düzdür? -29. A1-in qiyməti nədir? 3-dür. Çıxılsın 3, bölünsün D-nin qiyməti -2 plus 1. -29-dan -3 çıxanda -32. -32-ni -2-yə böləndə 16. 16-da 1 gələndə 17 yebəndi. Sonra ikinci sualda bərabəryanlı trapeziyanın hündürlüyü yan tərəflə 45 dərəcədə bucaq əmələ gətirir. Trapeziyanın hündürlüyü 8 sm, orta xətti 18 sm olarsa onun oturacağını tapın. İlk növbədə biz bir dənə trapeziya çəkək. Trapeziyanı çəkəndə deməli bərabər yanlı trapeziya yan tərəflər 45 dərəcədə bucaq əmələ gətirir. Düzdür? Hündürlüyü endirsəm buradan bir hündürlük, buradan da bir hündürlüyü endirməliyəm. Rəngin qara eləyək, yaxşı olsun. Deməli 45 dərəcə bucaq əmələ gətirir və 45 dərəcə isə bərabər yanlı düz bucaqlı bucaq əmələ gətirir. Bu digər bucağı da olacaq 45 dərəcə. Yan tərəf 45 əmzə hündürlük 8-dir. Bura 8-dir. Bərabər yanlı düz bucaqlı 3 bucaqda katetlər bir-birinə bərabərdir. Yəni bərabər yanlı. 8 isə bu katetdə olur 8. Yenə də hündürlük 8 isə yenə bucaq 45 dərəcə əmələ gətirirsə burada olur 8. Buralara x yazsam düzbucağının qarşı tərəflə bərabər. Burada olur x. Düzdür? Hündürlüyümüz var. Orta xətt isə orta xətt 18-dir. Orta xətt nədir? Oturacaqların cəminin yarısı. Yəni bizim kiçik oturacağımız x-dir. Böyük oturacağımız nədir? 8, 8, 16 plus x bölünsün 2 bərabərdir. Orta xətt 18-dir. X, x eləyir 2x. Üstə gəlsin 16. 18-i 2-yə vuranda 36. Buradan 2x bərabərdir 36-dan 16 çıxanda 20. X olur 10. X-in qiymətini tapdım 10. Deməli, x qiyməti 10-dur. Yəni kiçik oturacağın biri 10-dur. Və 10-dur. Digərini tapanda 8, 10, 18. Bu da 8, 26. 10 və 26 sənin düzgün cavabındır debəndi. Sonra üçüncü sualda 3-cü dərəcədən 25 vurulsun 3-cü dərəcədən 135 ifadəsinin qiymətini tapın. Bu kökü biz gətirməliyik rasional üstünə. Aha. Bunu rasional şəklində gətirəndə biz bilməliyik ki, deməli, əgər n-ci dərəcədən a üstü m-dirsə, bunu rasional şəklində gətirəndə içəridəki qüvvəti bölürəm çöldəkini, yəni m bölünsün n olur. Bunu bu cür yazırıq ki, fikir verək, 25-dir. 25-i biz necə yaza bilərik? 25-i yaza bilərik 5 üstü 3 kimi və yaxud da ki, necə edə bilərik? Fikir verin, heç onu yazmayaq. Rasional şəkildə yazmayaq, fikrimizi dəyişdik. Rasional lazım deyil bizə, bu rahat yol necə olacaq? Eyni dərəcədəndir, 3-cü dərəcədən yazaram. 25 vurulsun 135 kimi saxlayıram bunu. Düzdür, bərabərdir. 3-cü dərəcədən yenə yerində qalacaq. 25-i yazıram 5 üstü 2 kimi. 135-i necə yazmaq olar? 135-i bir dənə 5-ə bölə görə nə düşür? 5 2 10, 27. Bunu mən 5 vur 27, yəni 3 üstü 3 kimi yaza bilərəm, düzdür? 5 üstü 2 eləyir. 3-cü dərəcəni yenə yazıram. 5 üstü 2 vur 5-i eləyir. 5 üstü 3 vur 3 üstü 3. Bu 3-lər ixtisar gedir, qalır 15. Düzgün cavabımız. C bəndi.
Sonra dördüncü sualda yazılıb ki, nöqtələrdən hansı y bərabərdir x plus 1-in mötərizə kvadratı plus 3 parabolasının təpə nöqtəsidir. Bu cür ifadələrdə, bu cür funksiyalarda təpə nöqtələrini tapmaq üçün biz bilməliyik ki, qaydadır. Hansı rəng olsun? Yaşıl olsun. Deməli, qayda necədir? Əgər y bərabərdir kök altında x, daha doğrusu kök nədir? Deməli, y bərabərdir x üstə gəlsin m-in mötərizə kvadratı plus n-dirsə, bunun təpə nöqtələri mənfi m-lə n-dir. Yəni, bunun əksini götürürük və bu n olaraq qalır. Bu cürdür. Bunu da müsbət birin əksi olacaq mənfi 1. Bu müsbət üçündə olduğu kimi yazacaq. Mənfi 1, 3. A bəndi. Sonra, deməli, buradan giririk. Sonra yazılıb 5-ci sualda 2x plus 10, 2x böyükdür 10, 2 çıxılsın x böyükdür mənfi 18 bərabər sisteminin ən böyük tam həllini tapın. Bu sistemi həll eləmək üçün, nə rəng olsun? Nə qara yaxşıdır. Deməli, bu sistemi həll eləyəndə hər tərəfini 2-yə bölürəm. X böyükdür nədən? 5-dən. Bu sistemi həll eləyəndə mənfi x yerində qalır. Bu 2-ni keçirdirəm sağ tərəfə. Mənfi 18-dən 2 çıxanda mənfi 20 qalır. Bunu hər tərəfə mənfi böləndə işarəsi dəyişəcək. X böyükdür, x kiçikdir 20-dən. Düzdür? 5-dən böyük 20-dən kiçik. Ən böyük ədəd nədir? Yəni 5 ilə 20 aralığında ən böyük ədədimiz 19. 6-cı sual. 6-da nə yazır? Deyir, alfa pi bölü 6-dır. Siz bizdən nə istəyir? Bizdən istəyir ki, 2 kosinus alfa çıx 2 sinus alfanın qiymətini tapın. Tapaq. Necə tapacağıq? Alfanın yerinə pi bölü 6 nə deməkdir? 30 dərəcə deyil. Yəni, alfanın yerinə biz yazmalıyıq 30 dərəcəni. Gətirib yazıram. Olur 2 kosinus 30 dərəcə çıxılsın 2 sinus 30 dərəcə. Deməli, kosinus 30 dərəcədə eləyir kök altda 3 bölü 2. Sinus 30 dərəcədə eləyir 2-də 1. İxtisarlarımız getdi. Bunlar da ixtisar getdi. Yerdə qaldı. Kökdə 3 burada qaldı. Burada da 1 qalmışdı. Kökdə 3 minus 1 B bəndi. Sonra 7-ci sualda Z1 bərabərdir 2 kökdə 3 üstə gəlir 2. Z2 bərabər kökdə 3 minus i kompleks ədədlər üçün modulda Z1 bölü modul Z2-ni tapın. Necə tapırıq? Modulda Z tapanda, modulda deyək ki, Z1-dir. Bunu deməli A kvadratı plus B kvadratı, yəni həqiqi hissənin kvadratı üstə gəlsin, xəyali hissənin kvadratı. 2 kökdə 3-ün mötərizə kvadratı üstə gəl 2-nin kvadratı. 2 kökdə 3-ün kvadratı nə verir? 4, 12. 12 üstədir 16. Bu elədir 4. Z1-imiz 4-dür. Z2-ni tapanda yenə eyni qaydada yazırıq. Kökdə 3-ün kvadratı edir 3, mənfi 1-in kvadratı edir 1. Kökdə 3 üstədə 1 yəni 4, kök çıxır 2. Deməli, Z1-imiz 4-dür, Z2-miz də nədir? 2-dir. 4-ü də bölürəm 2-yə, cavabımız olur 2 düzgün cavabdır. Sonra 8-ci sualda nə yazılıb? 8-ci sualda yazılıb ki, x bölü y üstə gəl y bölü x bərabər 4-dür. X kvadratı üstə gəl y kvadratının ifadəsinin qiymətini tapmalıyıq. Deməli, biz bunu necə yazarıq? Məxrəcləri bərabərləşdirmək lazımdır. Y-lə x-in əkobu x, y-dir. Burada deməli x çatmır. Burada nə çatmır? Y çatmır. X-i x-ə vuranda x-in kvadratı, y-i y-ə vuranda y-in kvadratı bölünsün. X, y bərabərdir 4-ə. Hər tərəfin çarpaz vursaq, x kvadrat üstə gəlsin y kvadrat bərabər nəyə? 4x y-ə. Düzdür? İndi biz buradan nə eləyə bilərik? Biz buradan yuxarını biz işləsək, işte necə yazarıq bu yuxarını? Bu x kvadrat, a kvadrat plus b kvadratın açılışı necə idi? Deməli, a plus b-nin mötərizə kvadratı sıx 2ab. Yəni, mən bunu bu cür yaza bilərəm də. X kvadrat üstə gəl y kvadratının mötərizə kvadratı sıx 2x kvadrat y kvadrat. Bölünsün x kvadrat y kvadrat. X kvadrat üstə gəl y kvadratının yerinə mən 4x y yaza bilərəmmi? Yaza bilərəm. Onda yazaq.
Deməli, x kvadrat üstəgəl y kvadratın yerinə yazacağım. 4x y-in nəyi olacaq? 4x y-in mötərizə kvadratı çıx 2x kvadrat y kvadrat bölünsün x kvadrat y kvadratı. 4x y-in kvadratı 16x x kvadratı y kvadratıdır. Çıxıram 2x kvadrat y kvadratı nə edir? 14 dənə x kvadrat y kvadrat bölünsün x kvadrat y kvadrat. İxtisarlar gedir, cavabımız olur 14. Sonra silək, keçirik öbür misala. Aha. Deməli, 9-cu sual nə yazılıb? 9-da yazılıb ki, diaqonalların uzunluqları cəmi 28 sm, tərəfi 10 sm olan rombun sahəsini tapın. Birinci düsturumuz yazacaq. Sahanın düsturu necədir? D1, D2 böl 2. Diaqonalların uzunluqları cəmi, yəni D1 plus D2-nin cəmi nədir? Burada yazılıb 28-dir. Bir də tərəfimiz var ki, 4-dür. Bir də düsturumuz var. Tərəflə diaqonal arasında əlaqə. 4A kvadratı bərabərdir. D1-in kvadratı plus D2-nin kvadratı. Düzdür? Buradan 4A kvadratının yerinə, A-nın yerinə 4 yazanda 4-ün kvadratı bərabərdir. D1 kvadrat üstə gəl D2-nin kvadratından bu cür yaza bilərəm. D1 plus D2-nin mötərizə kvadratı çıxılsın 2D1 D2. 4-ün kvadratı 16, 4-ə vuranda 64 bərabərdir. D1 plus D2-nin yerinə 28 yazıram. 28-in kvadratı çıx 2 D1 D2. Bizdə əsas D1 D2-ni tapmaqdır. 28-in kvadratını bir-birinə vuranda 8, 8-in 64, 6 yatdı. 2, 8, 16, 22. 2, 8, 16, 1 yatdı. 2, 2, 4. 16 bir 4, o da bir 5. 784 düzdür. Deməli, yazıram buradan belə bir şey. 2D1, D2-ni sol tərəfə atsaq, 784-də nəyi çıxmalıyam? 64-ü. Buradan 2D1, D2 bərabərdir 720. D1, D2 bərabərdir 360-ı tapdıq. İndi sahəni istəmirdi. D1, D2-nin yerinə 360 yazıram. Bölürəm 2-yə eləyir 180 düzgün cavab. Sonra digər suala keçəcəyik. 10-cu suala. Silək buranı. Digər sualda da eyni tip dəqiq. Deməli, 10-cu sualı loqaritma sualıdır. Necə tapacağıq bu loqaritmanı? Hissə isə loqaritmlamaq lazımdır burada. Deməli, hardan başlayaq, harda bitirək? Deməli, birinci loqaritm 8 əsasdan 1. Yəni, loqaritmadan üstə keçəndə A üstü x-i 8 üstü 1 olacaq. Düzdür? Olacaq 10 çıxılsın loqaritma 3 əsasdan 2x plus 1 düzdür? Bərabər 8 üstü 1 nə verir? 8-i düzdür? Bunu sol tərəfə keçirsək, olacaq loqaritma 3 əsasdan 2x plus 1 ondan 8 çıx 2. Düzdür? Buradan yenə loqaritma alsaq 2x plus 1 3 üstü 2-ni isə verir 9-u. 2x buradan 9-dan 1 çıx 8, x olacaq 4. Tənli hərlərin düzgün cavabı 4-dür. Məsələn, gətirib yerinə də yaza bilərik. Məsələn, 2-ni 4-ə vur 8, üstünə 1 gəldim 9. 3 əsasdan 9-u nəyi verir? 2-ni verir. Ondan 2 çıxanda 8, loqaritm 8-dən 8 görsüz 1-i verir. Bunu yoxlamaq da olur bu cür. Deməli, silirik bunu. 11-ci sual. 3 sinus kvadratı 5x çıx 7 kosinus 5x bərabər 3 tənliyinin 20 kiçikdir x-dən, o da kiçikdir 180 aralığına daxil olan köklərin cəmini tapın. Aha. Deməli, bu cür misallar yazmaq üçün necə eləmək lazımdır? Rəngimizi dəyişək. Deməli, nə yazılır? Nə qoyaq rəngi? Qara olsun. Deməli, sinus kvadratı bu ifadəni biz kosinus üstü eyni bucağa gətirməliyik. Eyni bucağa gətirmək üçün bir düsturumuz var ki, əsas trigonometri eynilikdir. Sinus kvadratı x üstəgəl kosinus kvadratı x bərabər nəyə? 1-ə. Sinus kvadratı x tapanda orada vururdum 1 çıxılsın kosinus kvadratı x-ə. Düzdür? Kosinus kvadratı x-ə. Burada da 5x olduğuna görə 5x yazıram. Yəni, ümumi halımız bu cürdür. Sinus kvadratı 5x üstəgəl kosinus kvadratı 5x
bərabər olmalı idi 1-ə. Buradan sinüs kvadratı 5x-i tapanda 1 minus kosinüs kvadratı 5x edir. Deməli, mən sinüs kvadratı sinüs kvadratı 5x-in yerinə 1 minus kosinüs kvadratı 5x yazdım. Çıxılsın 7 kosinüs 5x bərabərdir 3 tənliyi. Bunu vurub atsam 3 çıxılsın 3 kosinüs kvadratı 5x çıxılsın 7 kosinüs 5x bərabərdir 3-ə. Burada bir t əvəzləməsi eləmək lazımdır. Kosinüs 5x-in yerinə bir t əvəzləməsi desək, olacaq bu cür. Deməli, burada bir, aha, 3 çıxılsın, düzdür. 3-lər ixtisar getsin, burada qalsın 0. Burada bir şərtimiz var. 3 çıxılsın. Kosinüs 5x t-dirsə, onun kvadratı olacaq 3t-nin kvadratı. Çıxılsın 7 t bərabərdir 0-a. Düzdür. Bu tənliyi həll eləmək lazımdır. Bu tənliyi həll edin. Hər tərəfini mənfi 1-ə bölək. 3t kvadrat üstə gəlir 7t bərabər nəyə? 0-a. T-ni çıxar qabağa, qalsın 3t plus 7 bərabərdir 0-a. Hər birini sıfırlayırsınız. T 0 olur. Bir dəfə də 3t plus 7 0 olur. Buradan 3t bərabərdir mənfi 7. T də bərabərdir mənfi 7 bölünsün 3. Bunun təqribi mənfi 2 çıxır. Biz bilməliyik ki, kosinüsün qiymətlər çoxluğu mənfi 1, 1 aralığındadır. Bu mənfi 2, mənfi 1, 1 aralığında daxil olmadığına görə boş çoxluq. Bir dənə bir sıfırı həll edirik. Yəni yazırıq ki, kosinüs 5x buradan yazaq. Demək, kosinüs 5x nəyə bərabər olmalıdır? 0-a bərabər olmalıdır. Kosinüs 0-ı harada alır? Ona baxırıq. O hala baxmaq lazımdır. Kosinüs 0-ı alır. Pi bölü 2 üstə gəlsin. Deməli, xüsusi haldırsa olacaq nə? Pi k. Olacaq x bərabər 5x bərabərdir. Pi bölü 2 üstə gəlsin. Pi k-ya. Hər tərəfini 5-ə bölsəm x olacaq pi bölü 10. Üstə gəlsin pi k bölünsün 5-ə. Pi nə deməkdir? 180-dir. 10-a bölsəm 18 dərəcə. Üstə gəl. Burada yazsam 180. 180 bir 36k. İndi qiymətlərə baxırıq. Bizim cavabımız 20 ilə bucağımız, yəni 20-180 aralığında olmalıdır. Əgər k 0 olsa, k-nın qiymətinin 0 olsa, görürsünüz ki, x-in qiyməti nə olacaq? Baxın, k-nın yerinə 0-anda 36-nı 0-a vursam 0, 0 ise 18, 18. Amma bizə deyir ki, 20-dən böyük 180-dən kiçik olmalıdır. 18 burada daxil olmalıdır, bu getdi. K 0 ola bilməz. K 1-ə baxaq. K-nın yerinə 1 yazanda. Bu hala baxsaq, deməli, o 36-nı 1-ə vur. 36-nın üstünə gələn 18 eləyir neçə? 54. Bu düz gəlir. K-nın 2 qiymətinə baxaq. K 2-dirsə 72, bu da 18. 90, bu da düz verir. K-nın 3 qiymətinə baxsaq, 36-nı 3-ə vur. 108, üstünə 18 gəl. 126. X oldu 126. K-nın 4 qiymətinə baxsam, 36-nı 4-ə var. 144 üstünə 18 gəl 162. Bu da ölür. K-nın 5 qiymətinə baxsam 180. 180 ise 18, 198. Bu ödənmir. Deməli, köklərimiz nə oldu? 54, 90, 126, bir də 162. Bunları toplamaq lazımdır. 54 ise 90 eləyir 144, 144. Üstünə 126-nı gəlirik. Bir də 162-ni gəlirsiniz. 44 ise 6, 10, o da 2, 12, 1 yadda. 4 ise 2, 6, 6 ise 6, 12, o da 1. 13, 1 yadda. 1, 2, 3, o da 1, 432 sizin düzgün cavabınızdır. Sonra 12-ci sualda yazılıb ki, bir dəqiqə bunları silək. Deməli, 12-də nə yazılıb? Yazılıb ki, aha, sürət məxrəcindən 3 vahid kiçik olan kəsirin özü ilə tərsinin cəmi. Deməli, sürət məxrəcindən 3 vahid kiçikdir. Sürət kiçikdir.
Demək, məxrəc ondan böyük 3%. Bura x desə, sürət məxrəzdən 3% kiçik. Sürət məxrəzdən 3% kiçiksə, məxrəc ondan 3% böyük. Yəni x plus 3, o digəri x olur. Deməli, var kiçik olan kəsirin özü ilə tərsinin cəmi. X böl x plus 3-ün tərsi olacaq. X plus 3 böl x. Deyir, bunların cəmi 2,9-dur. Mən bunu 29 böl 10 kimi yaza bilərəm rahatçılıqla. Deməli, bura yazacağıq. X plus 3 ilə x-in əkobu olur. X plus 3 vur x. Yəni, bura x-ə vurmalıyam. Bunu isə x plus 3-ə vurmalıyam. Olur x-in kvadratı. Üzərinə gəlsin x kvadratı. Üstə gəl 6x plus 9. Hardan gəldi? X x-ə vuranda x kvadratı. X plus 3 x plus 3-ə vuranda x plus 3-ün mötəzə kvadratı edir. O da edir x kvadratı plus 6x plus 9. Böl x vurulsun x plus 3 bərabərdir 29 bölünsün 10. Bu heç bunun cavabı olur x kvadratı plus 3, yəni vur basanda. X kvadratı x kvadratı eləyir 2x kvadratı. Baxın. Deməli, olacaq 2x-in kvadratı. Üzərinə gəl 6x plus 9 bölünsün x kvadrat üstə gəl 3x bərabərdir 29 bölünsün 10-a. Bunu vurub atsam olacaq 20x-in kvadratı üstə gəl 60x üstə gəl 90 bərabərdir 29x-in kvadratı üstə gəl 87x. Deməli, 20x-in kvadratı bunu sol tərəfə keçirsə olacaq 29x kvadratına 20x kvadratı çıxanda qalır 9x-in kvadratı. 87x-dən 60x çıxanda qalacaq 27x. Düzdür? Çıxılsın 90 bərabərdir 0-a. Hər tərəfini 9-a bölsəm x kvadrat üstə gəl 3x minus 10 bərabərdir 0-a. Diskriminantı tapsam 9 üstə gəlsin 40 bu eləyir 49. X1-i tapanda mənfi 3 plus 7 bölünsün 2. Bu da eləyir 7-dən 3 çıxanda 4, 4-ü 2-yə bölündə 2. X-in qiymətini tapdım. Digəri niyə tapmıram? Çünki digərinin cavabı mənfidir. Biz də bilirik ki, mənfilər kəsir sayılmır. X-in qiymətini tapdım. 2. İndi bu kəsir deyir tapın. Deməli, x-i yenə 2 yazanda 2 bölünsün. 2 üstə 3 neçə edir? 5. Cavabın oldu 5-də 2 al məndə. Sonra 13-cü sual. 13-cü sualda 7 6k bölü 2 çıxılsın 8k plus 1 bölü 3 kiçikdir 12 çıxılsın 10k bərabərsin ən böyük tam qiymətini tapın. Necə tapacağıq? Bunu yenə də vurub açmaq lazımdır. Deməli, biz yenə də yuxarı gedirik. Və buranı silmək lazımdır. Aha. Deməli, biz bu kəsirin 2 ilə 3-ün əkobu 6-dır. 6-nı 2-yə bölürəm 3 düşür. 6-nı 3-ə böləndə 2 düşür. 3-ü vururam 7 minus 6k olur 21 çıxılsın 18k. Bunu da vurub açanda, yəni 16k bu ifadə olur 16k plus 2 olur. Düzdür? 8k-nı 2-yə vuranda 16k, 2-ni 1-ə vuranda 2. Qabaqda mənfi olduğuna görə yazıram mənfi 16k çıxılsın 2. Böl 2-ni 3-ə vurun 6. Kiçikdir 12 çıxılsın 16k-ya. Deməli, 21-dən 2 çıxanda qalır 19 çıxılsın 18k-dan mənfi 18k-dan 16k çıxanda qalır 34k. Deməli, çarpaz vururam bax bunu bu tərəfə. 6-nı 12-yə vuranda 72, 6-nı 10-a vuranda 10k-ya vuranda olur 60k-ya. Deməli, sol tərəfə keçirsək, mənfi 34k istə, bu yazır, mənfi 34k, üstə gəl 60k, kiçikdir 72 çıxılsın 19-dan. Mənfi 30, mənfi 34, 60k gələndə eləyir 26 dənə nə? K-ya. Kiçikdir 8, 12-dən 9 çıxanda 3, səhv yazdım. 6-dan 5-dən də 1 çıxanda 43. Bir dəqiqə deməli, buna görə düz yazılır. 21 qaçıq 18 çıxılsın 16k minus 2 bölü 6 12 çıxsın düzdür. Mənfi 18-dən mənfi 16 çıxanda mənfi 34k düz. 21-dən 2 çıxanda 19 o da düz. Kiçikdir 72 çıxılsın 60k. Mənfi 34 istə. Deməli 60k gələndə 26k. 72-dən də 19 çıxanda 43 qalmır. 5 12, 5. Yox, 53 qalır burada.
53. Aha. Buradan kanı tapsam, kan nəyə bərabərdir? 53-ü bölürəm nəyə? 26-ya. Düzdür? Buradan nə qədər düşür? 2 tam nə qədər deyək? 2 tam onda 1. Bunun ən böyük tam qiymətini istəmir. Ən böyük tam qiyməti, yəni 2 onda 1-dən ən böyük tam qiymət nə olacaq? 2 olacaq da düzgün cavab. Sonra baxırıq 14-ə. Nə yazılıb 14-də? Yazılıb ki, perimetr 156 olan daxili bucaqların cəmi 1800 olan düzgün çoxsun tərəflərin uzunluğunu tapın. Tərəfin uzunluğunu tapmaq necə taparıq? Deməli, silək də bunu. Deməli, qalem. Perimetr 156 olan, deməli 156 olan daxili bucaqların cəmi nə olmalıdır? 1800-dür. Düzgün çoxbucağının tərəfinin uzunluğunu tapın. Bizim düsturumuz deməli 180 vur n-2 bölü n-dir. Düzdür? Bu düzgün çoxbucağın daxili bucaqlarının cəmi bərabərdir 1800-də. Düzdür? Buradan sıfırları apardım. Bundan bu getdi. Burada qaldı 10. N çıxılsın 2 bərabərdir. Bir dəqiqə. Burada qabarıq çoxbucaqlıdan söhbət gedir. Düzgün çoxbucağın tərəfin uzunluğunu istəyirsə, sən bunun qabarıq çoxbucağını kimi yaza bilərik. Biz bunu yazsaq, burada alınmır. Bir dəqiqə. Burada 10n eləyir. 10n. Yox. Bax, düsturumuz budur. 180 vur n-2-dir. Bir dəqiqə. 180 vur n-2 bərabərdir 1800-dür. Buradan n çıxılsın 2 olacaq 10. N olacaq 12. Düzdür? Perimetr tərəfini bilirəm ki 12-dir. Tərəflərin sayı 12-dir. Üstümüz 12A-dır. Perimetr 156-dırsa bərabər edirəm 12A-ya. A da olur 13. 1, 12, 13. Sonra keçirik digər suala. Nə yazılıb digər sualda? Sahəsi var. Sahəsinin qiymətləri var. Bir dəqiqə bunu silək. Deməli, sahəsinin S2-nin qiyməti var. S2 hamısı bir yerdədir. S1-in qiyməti nədir? 7 üstəgəl 7x kvadratı 7x x kvadrat üstəgəl 7x plus 12 üstə verilən düzbucağı formasında hissə kəsildi. Yəni bu hissə nə olub? Kəsilib. Bu hissələr kəsilib. Bunun sahəsi nədir? Bunun tərəfini yazaq. X plus 3-ü qeyd edək burada. Kəsildi şəkildə veriləndən əsasən qalan hissənin n-ini x ilə ifadə edin. N-ini, A-nı, hə. N-ini, A-nı x ilə ifadə eləmək lazımdır. A-nı tapmaq lazımdır bir sözlə. Deməli, A-nı tapmaq üçün biz sahəmiz var. X plus 3-ümüz var. Düzdür? Burada kəsilib. Kəsilibsə, qalan hissənin n-ini tapın. A ilə və x ilə tapın. Birinci sahəmiz var. Birinci sahə nədir? X kvadrat üstə gəlir 7x plus 12. Düzdür? Bunu tapmaq üçün, bu ifadəni tapmaq üçün biz bunu bir-birinə bölməliyik. Yəni, nəyə bölməliyim? X plus 3-ə. Deməli, x kvadrat üstə gəlir 7x, x plus 3-ə böləndə qalır x. Bunu yazanda x kvadrat, vuranda 3x. Bundan çıxanda x kvadratlara getdi. 7x-dən 3x çıxanda qalır 4x. Üstə gəlsin nə? 12. 4x plus 12-ni x plus 3-ə böləndə qalır 4. Yəni, sənin digər uzunluğun nə qədər qaldı? X plus 4. Bunu tapdım. N-ini də tapdıq. İndi sonra deyir ki, S-in ümumi sahəsi var yenə. İndi biraz yuxarıdan yazaq. Yoxsa qarışacaq mı? Qırmızını yazaq onda. Aha. Ümumi sahəmiz nə qədərdir? X kvadrat üstə gəlir 7x plus 3. Bunu bilirik. Deməli, yazıram. Bura var. Bu ifadəni, yəni bu hissəni tapmaq üçün, bu eni tapmaq üçün buranı qeyd edirəm. X plus 3. Buranı bilirəm. Buraları bilmirəm. Aha, necə tapaq? S2-də var. S2 hamısı bütün üstbucağın sahəsidir. Bu sahəni tapmaq üçün buradan bunu çıxsam tapılır bunun sahəsi. Deməli, yazıram belə. S2-nin qiyməti 2x kvadrat üstə gəl 7x plus 3. Çıxıram nəyi? S1-i. Çıxılsın x kvadrat minus qabaqdan mənfi olma görə dəyişdik. Çıx 12. 2x kvadratından, burada istəyirsiniz yazaq burada S2 minus S1. 2x kvadratından x kvadratı çıxanda qalır x kvadratı.
7x-lər getdi. 3-dən də 12 çıxanda qalır 9. Bunu da bildim. Yəni bunun sahəsi nə qədər oldu? X kvadrat minus 9. İndi biz bunu tapa bilərik də, düzdür? Sahəni bilirəm. N uzunluğu var. A vurulsun x plus 3 bərabərdir. X kvadrat minus 9 x minus 3 vur x plus 3 kimi yazıram. X minus 3'lər getdi. A nəyə bərabər oldu? X plus 3. A-nı x ilə ifadə elə tapdım bunu. A bərabərdir x plus 3 düzgün. Daha doğrusu minus pluslər getdi, minuslər qaldı. Bir dəqiqə. Səbr eləyək. Minuslər getdi. Pluslər getdi, minus qaldı. Cavabımız oldu nə? X minus 3.